Bilirəm izləyicilər arasından deyən olacaq ki, sən makyaj əşyan nə qədərdir, yəni gözün doymur makyaj əşyası istəyirsən. Uşaqlar, mən makyaj eləməyi xoşlamıram. Yəni özünüz də görürsünüz də, yəni demək olar ki, həftənin 5 günü makyajsız gəzirəm. Məcbur qalmadıqca da vurmuram. Prosto o makyaj əşyasını yeni almaq, onu yeni paketindən çıxartmaq, yeni qutusunu açmaq, o qapağını açırsan qlosun yepyeni ağappaq aplikator. Mən o duyğunu sevirəm. Yeni bir əşya alma duyğusunu sevirəm. Mənim sevdiyim hissə budur. Unpacking eləmək, açılış eləmək. Başa düşürsünüz? Sonra onu işlətməyə gəlirəm. Glosu vururam, ürəyim bulanır. Tonalini vururam, vicdan əzabı çəkirəm ki, üzümdə axı mənim maşallah tütü. Yəni ləkə yox, sivilcə yox. Mən niyə tonalini vururam? Bir dənə konsiler vura bilirəm, bir də tuş vura bilirəm. Qalanlarını vuranda vicdan əzabı çəkirəm. Üzümü kor